Ağdamda dəhşətli qəza baş verib, hadisə rayonun Çəmənli kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan Kia markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb, qəza zamanı sürücü və sərnişin ağır xəsarət alıb, yaralılar xəstəxanaya çatdırılıb. Qəza zamanı xəsarət alanların kimliyi məlum olub. Belə ki, onlar rayon sakinləri Musayev Cavid Əloğlu və Abdullazadə İlkin Zamiq oğludur. Əldə etdiyimiz son məlumata görə qəza zamanı ağır xəsarət almış Musayev Cavid həyatını itirib. Ötən gün Cəlilabadda da ölümlə nəticələnən ağır qəza baş verib. Belə ki, 31 yaşlı Əliyev Səbran Əskəroğlunun idarə etdiyi Kia markalı avtomobil qarşı zolaqda hərəkət edən həmyaşıdı Quliyev Kamran Seymuroğlunun sürdüyü Çanqan A06 markalı maşınla toqquşub. Nəticədə Çanqan A06-da sərnişin qismində olan 35 yaşlı Bəşirov Xəyal Yadulluoğlu müxtəlif bədən xəsarətləri alıb, o yerləşdirildiyi xəstəxanada həyatını itirib. Xəbər verdiyimiz kimi ötən gün Qubada 44 yaşlı qadın müəllim dəm qazından boğularaq ölüb. Kənd sakinləri hadisə ilə bağlı danışıblar. Qanacaqlı, yerini bilən çox yaxşı müəllim idi. 4 övladı, 2 oğlu, 2 qızı var. Deyilənə görə hadisə gecə saatlarında qaz sızmadan baş verib. Əsas yanında olanlar bilər deyə sakinlər qeyd ediblər. Onun foto görüntüsünü təqdim edirik.